Dekabrın 26-sı Beynəlxalq Mətbuat Mərkəzində Qarabağ torpaqları müdafiəsində sağlamlıqlarını itirən Türk dünyasının qəhrəman oğlu İbad Hüseynlinin yenidən həyata qayıdışı münasibəti ilə Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin Qadınlar Şurasının toplantısı keçirilib. Tədbirdə iştirak edən şəxslər İbad Hüseynlinin torpaqlarımızın müdafiəsi uğrunda göstərdiyi şücaətdən söz açıblar. Əslində biz gənclər milli qəhrəmanlarımızın şəxsiyyətlərindən mövcud olan keyfiyyətləri özlərimizə dəyər kimi qəbul edərək, onlardan bəhrələnərək, onları gələcək özümüzdən sonra da gələn gənclərə təbliğ etməklə həmin dəyərlərdən istifadə etmək, öz məqsədlərimizə nail olmaq üçün. Bu dəyərlər hansı dəyərlərdir? Bu dəyərlər həmin müharibə şəraitində fəaliyyət göstərən, ümumiyyətlə müharibədə olan milli qəhrəmanlarımızın və şəhidlərimizin göstərdiyi şücaətlərdə öz əksini tapır. Tədbirin sonunda canlı qəhrəmana həsr olunan videorolik nümayiş etdirilib. Və biz İbad kimi onların qədir qiymətini bilməsək, ona dəyər verməsək, vətən heç vaxt olmaz.